Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli Azan TV izləyiciləri, əziz dəyərli möminlər. Və bu gün də qaldığımız yerdə mövzumuza davam edirik. Və ötən əvvəlki mövzularda bir sıra mətləblərə toxunduq. Əsas olaraq da danışdıq insanın ali hədəfi nədir? Bu gün isə inşallah ki, toxunacağıq Quranda insan mövzusu. Bu hətta belə deyək ki, bir növ açılış mövzusudur. Niyə? Gələn mövzularda inşallah ki, biz Adəm əleyhissalam barəsində danışacağıq. İnsan şünaslığın əsası Adəmdir. Adəmdən başlayır. Quran-ı Kərim insanın kimliyi, onun mənşəyi barəsində çox dolğun məlumatlar verir. Tək bu informasiya deyil ha. Bu informasiya deyil. Mən ötən mövzuda bir misal çəkdim və orada da qeyd etdim ki, əsas məsələlərdən biri də bizdə olan hüsuli elmin hüzuri elmə çevrilməsidir. Hüsuli elm nədir? Yəni ki, mən bilirəm ki, var. Amma nə qədər dərk edirəm? Artıq mən onu dərk edəndə bu çevrilir, olur hüzuri elm. Hüzuri elm. Quranda ayələr var. Ey iman gətirənlər, iman gətirin. Deyərsən ki, mən bir dəfə iman gətirmişəm də, niyə iman gətirim? Yəni, ey informasiya sahib olan insan, onu dərk et. Necə dərk et, bu özü ayrı bir məsələdir. Ayrı bir məsələdir. Sadəcə bunu nəzərinizə çatdırmaq istəyirəm ki, Quranda insanla bağlı ətraflı məlumatlar var. Ümumiyyətlə, Quran dolğun bir kitabdır. Quran dolğun bir kitabdır. Kitab halına düşüb, daha doğrusu belə deyək. Və Quranın digər kitablardan fərqi bundadır ki, orada Allahın sözü var. Bəşərin sözü yoxdur. Orada nə var? Allahın sözüdür. Bəli. Və Quran-ı Kərim insan barəsində dolğun məlumatlar verir. Bizim həyat yolumuzu, hədəflərimizin nə olduğunu, əsas hədəfin nə olduğunu üzə çıxardır. Və bəziləri deyir ki, Quranda filan şey var. Bir məsələni təhlil eləyəndə və yaxud da debat zamanı Quranda filan şey var. Quran-ı Kərimdə üzr istəyirəm. Quran-ı Kərimdə filan şey var. Var. Amma onu oradan çıxartmaq lazımdır. Bilirik ki, Qurandakı ayələrin hamısı aydın deyil. Mütəşabih ayələr var. Mütəşabih ayələr var. İnsanlar bəzi inanmaq istəyir buna. Bəzən də inanmaq istəmir. Necə? Qayıdır deyir ki, mən hədis qəbul eləmirəm, misal üçün. Mən mövzudan uzaqlaşmaq istəmirəm, amma buna toxunmaq istəyirəm. Yəni, müəyyən səbəblərə görə. Deyir, mən hədis qəbul eləmirəm, Peyğəmbərin sözünü qəbul eləmirəm, nə bilim, imamətin sözünü qəbul eləmirəm. Niyə? Sual. Deyir, Quran-ı Kərim var. Axı elə Quran deyir ki, Allah özü deyir ki, gedin müraciət edin Peyğəmbərə. Nə qədər ayələr var. Yəni, məgər bunu görmək bu qədər çətindir. Quranda namaz, ibadət barəsində var. O ibadətin necə reallaşdırılacağını biz soruşmalıyıq kimdən? Peyğəmbərdən. Əmr sahibləri ayəsi var. O əmr sahibləri kimdir? Ayənin əvvəlində Peyğəmbərdən danışır. Deməli, biz müraciət eləməliyik kimə? Peyğəmbərə. Mən bunu danışmışam. Bu mövzulara toxunmuşuq. Zamanı imamın mövzusunda. Geri də qayıtmaq istəmirəm. Sadəcə insanlar çox səthi yanaşır məsələlərə. 2 dənə söz bilir, elə bilir ki, budur. Yox, əslində bu deyil. Araşdırmaq lazımdır. Və Quran-ı Kərimdə insan barəsində, insanın yaranışı barəsində danışmaq istəyirəm inşallah ki mən. Niyə? Çünki insan özünü tanısa Rəbbini tanıyar. Bu qaydadır.
Allahı tanımaq istəyirsən, özündən başla. Ümumiyyətlə özümüzü nə qədər tanıyırıq? Sualdır. Nə qədər agahıq özümüzdən? Bəziləri var, heç ruh anlayışını qəbul eləmir. Amma ki, insan bərabərdir nəyə? Cisim və ruh. Cisim və ruh. Bu mövzunu təhlil edən insan, şəxs, kim ki istəyirsə ki, kamil həyata qədəm qoysun, bu mövzudan başlamalıdır. İnsanşünaslığdan. İnsanşünaslığın əsası Adəmdir. Adəmdir. Oradan başlamaq lazımdır. Və Qurani-Kərim insana xatırladır ki, onu həm belə deyək də, aşağı səviyyəli ehtiyaclar da var və yuxarı səviyyəli ehtiyaclar da var. Belə deyil ki, mən gedim yemək yeyim, bədənim qidalansın, ruhumu qoyum boş-boşuna. Belə şey var? Yox. Ruh da acır. Ruh da acıyır. Bəzən olur insanlarda və mənim də başıma çox gəlib, insan deyir ki, nəsə istəyirəm, bilmirəm nədir. Gedir dostları ilə oturur, söhbət eləyir, nə bilim, gəlir, yemək yeyir. Pulu da var ha. Yəni deyim, imkanı yoxdur, imkanı da var. Sadəcə deyir ki, sıxılıram. Sıxılıram. Sənin ruhun acıyıb. Axı, sən ruhu da qidalandırmalısan. Qurani-Kərimdə Səcdə surəsinin 7 və 9-cu ayələrində Əzza Allahımız buyurur, o yaratdığı hər şeyi gözəl yaratdı. Mən istəyirəm bu ayələrə daha xüsusi yanaşaq. Xüsusi toxunaq ki, bu bir növdə inşallah ki, gələn mövzunun müqəddiməsidir. Əzza Allahımız buyurur Səcdə surəsinin 7-ci ayəsindədir ki, o yaratdığı hər şeyi gözəl yaratdı. Gözəl yaratdı. Bu nə deməkdir? Yəni, elə bir şey yoxdur ki, onda nəsə belə deyək də, bir problem olsun. Və Allahın yaratdığı hər bir şey məqsədli şəkildə yaradılıb. Nə yaradıbsa məqsədli şəkildə yaradıb. Məqsədsiz bir şey yoxdur. Nə varsa xidmət edir. Günəş var, niyə var? Mən varam deyə günəş var. Mən varam, niyə varam? Məqsəd axtarmaq lazımdır. Nəyinsə də məqsədini tapa bilmiriksə, burada şübhə Allahda deyil. Şübhə bizim özümüzdədir ki, bizim elmimiz çatmır. Mələklər sual verdi ki, biz sənə ibadət etdiyimiz halda sən yer üzündə fəsad törədəcək, qan tökəcək bir kəsmi yaratmaq istəyirsən? Düzdür, mələklərin verdiyi bu sual belə deyək də, öyrənmək məqsədi daşıyırdı. Təkəbbür məqsədi deyildi. Məqsəd burada təkəbbür deyildi. Daha doğrusu niyyət. Bəli, Əzza Allahımız buyurur ki, o yaratdığı hər şey gözəl yaratdı. Nə yaradıbsa məqsədi var. Məqsədsiz bir şey yoxdur. Və nə yaradıbsa gözəl bir biçimdə yaradıb. Və Əzza Allahımız Tin surəsinin 4-cü ayəsində buyurur ki, insanı ən gözəl şəkildə yaratdı. Bundan əvvəl də and içir. And içir. Gör nə qədər əhəmiyyətli mövzudur. İlahi, and içməyə ehtiyac var yəni. Allah çatdırmaq istəyir ki, nə qədər əhəmiyyətli mövzudur. Nə qədər önəmli mövzudur bu. Və deyir, o yaratdığı hər şeyi gözəl yaratdı. İnsanı yaratmağa palçıqdan başladı. Sual verirlər, təfsirlərdə də var bu. Deyir ki, sual verirlər ki, niyə görə palçıqdan yaratmağa başladı, torpaqdan yaratmağa başladı? Birinci cavab budur ki, nədənsə yaratmalıydı. Nədənsə yaratmalıydı. Bu o demək deyildi, Allah ehtiyaclıydı palçıqdan yaratmağa. Yox, burada da müəyyən səbəblər dayanır. Birincisi, Allah öz qüdrətini göstərmək istəyirdi ki, mən belə bir zəif bir şeydən, torpaqdan, palçıqdan, yəni palçıqdan belə deyək, insan yaradıram. Zəif bir şeydə elə bir şey yaradıram ki, o mənim xəlifəmdir, xəlifəli potensialına sahibdir. Xəlifəli potensialına sahibdir. Bir bu. İkincisi də budur ki, Allah bizə göstərirdi ki, baxın, biraz da məsələlərə yanaşanda
tək tərəfdən baxmayaq, hər tərəfli baxmağa çalışaq. Allah bizə göstərirdi ki, mən səni torpaqdan yaradıram və axırın da torpağa gedəcək. Bu bədənin, cismin torpağa gedəcək, amma ruhun ərşə yüksələcək. Yüksələcək. Haqq hesab var, mizan var. Elə deyil ki, bədənim çürüdü, getdi, məsələ bağlandı. Yox, bu qədər asan deyil. Allah deyir ki, o yaratdığı hər şey gözəl yaratdı. Hər şey gözəl yaratdı. İnsanı yaratmağı palçıqdan başladı. Sonra onun nəslini nütfədən bir qətrə zəif sudan əmələ gətirdi. Yəni Adəm əleyhissalamı yaratdı. Sonra onun nəslini nütfədən belə deyə əmələ gətirdi. Yenə də əziz Allahımız burada işarə verir. Deyir ki, bir qətrə zəif sudan. Yəni dəyərsiz bir şeydən. O şey ki, üzr istəyirəm, çox üzr istəyirəm. Yəni nəcasət hesab olunur, nəcis hesab olunur. Ondan yaratdı. Zəif bir şeydən nə yaratdı? Xəlifələr yaratdı. Potensiallı. Bizim hər birimizin potensialı var. Söhbət ondadır ki, biz onu nə qədər istifadə edirik və yaxud da edə bilirikmi? Bu məsələ önəmli məsələdir. Sonra davamında əziz Allahımız buyurur, sonra onu düzəldib insan şəklinə saldı. İnsan şəklinə saldı. Allahın qüdrətinin işarəsidir. Və ona öz ruhundan, yəni özünün yaratdığı ruhdan üfürdü. Həyat verdi. Burada məsələ nədir? Ruh. Baxın, ruhun geyimi bu cisimdir. Cisimdir. Amma ki, ruh daha yüksəkdədir. Bizim cismimiz ola bilər ki, yerpərəst ola bilər də. Nə mənada? Yəni ki, ucuz şeylər istəyə bilər. Elə nəfsimizin özündən söhbət gedir. Nəfsi bölürlər. Əmmarə nəfs var, ləvvamə nəfs var, mütməinniyə nəfs var. Və Allah bizi mütməinniyə nəfs səviyyəsində görmək istəyir. Əmmarə nəfs budur ki, pisliklərə əmr edir. Pislikləri əmr edir. Ləvvamə nəfs budur ki, insan özünü çalışır ki, islah etsin, düzəltsin. Arada səhvlər də edir, amma özünü də danlayır. Bu da vicdan. Vicdan da deyirlər bir növ. Bəzi insanlar deyir ki, vicdanım ölüb. Əmmarə nəfsədir yəqin ki. Bir də var mütməinniyə. Mütməinniyə nədir? Yəni ki, elə bir səviyyəyə yüksəlir ki, insan artıq nəinki günahdan özünü belə deyək ki, qoruyub saxlayır. Qoymur ki, özü günah eləsin. Nəinki belədir? Yox. Heç o günaha qarşı rəğbəti yoxdur. İstəyi yoxdur. Meyli yoxdur. Məsumlar günah eləmirdi. Niyə? Çünki onda ləzzət görmürdü. Ləzzəti tapmışdılar. Əziz Allahımız buyurur, sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan, ya özünün yaratdığı ruhdan üfürdü, həyat verdi. O sizə göz, qulaq və ürək verdi. Əziz Allahımız burada işarə verir nəyə? Göz, qulaq, ürək. Bu məsələnin üstündə dayanacağam. Niyə? Əsas belə deyək ki, hədəfimizə çatmaqda ən önəmli məsələdir. Baxın, gözlə görürük, qulaqla eşidirik. Hara ötürürük? Qəlbə. Qəlbə ötürürük. Gördüklərimiz, eşitdiklərimiz ötürülür, süzülür qəlbə. Bəs hardan bilim qəlbimdə nə var, nə danışıram? Nə danışıram? Bax, bu əhəmiyyətlidir. Dediyim sözlər, danışdığım sözlər, nələr danışıram, fikirlərim nələrdədir? Bax, bu mənim qəlbimdən xəbər verir. Özümüzü təhlil etmək istəyiriksə, buna belə deyək ki, çox önəmli baxmalıyıq. Çox önəmli məsələdir. Bir insan nəyə baxır? Üzr istəyirəm. Mundar şeylərə baxan insan, mundar şeyləri eşidən, qeybət eşidən, nə bilim, Allahın istəmədiyi şeylərə baxan insanla Allahın istədiyi şeylərə, misal üçün Qurana baxan, deyir Qurana baxmaq savabdır. Hətta deyir
Quranı oxuyanda da əzbər də bil söz yenə də deyir onun mətninə baxın, hədislərdə var. Deyir barmağınızı qoyun üzərindən çəkin ki, qoy əliniz də savab qazansın. Ayaq üstə oxuyun ki, ayağınız da savab qazansın. Savab üstünə savabdır. Savab üstünə savabdır. Quranı dinləyin. Çünki qəlbə təsiri var. Qəlbə təsiri var. Gördüklərimiz, eşitdiklərimiz birbaşa olaraq qəlbə süzülür. Allahımız buyurur ki, sənə göz verdim. Bəziləri barəsində danışanda deyir ki, onlar kordular. Pərdələnib gözləri qışəvətu. Bəqərə surəsinin 6-cı ayəsində olmalıdır, səhv eləmirəmsə. Ya 6 ya 7. Deyir o bəzi qulaqlar var ki, artıq ürəklər var ki, möhürlənib. Niyə möhürləndi? Niyə möhürləndi? Bu önəmli sualdır. Niyə möhürləndi? Çünki o qədər belə deyək ki, Allahın istəmədiyi şeylərə baxdı. Bir cavab da budur. İstəmədiyi şeylərə baxdı, istəmədiyi şeyləri eşitdi, istəmədiyi şeyləri etdi. O çirk yığılır. Bir şeyi qoyun, toz yığılır onun üstünə. Biraz yığılır, sonra biraz da yığılır. Sən təmizləməyincə, İslahat işini aparmayınca bu toz yığılır. Toz yığılır, axırda belə bir təbəqə əmələ gəlir ki, nə qədər də sürtürsən, nə bilim, nə ilə təmizləyirsən təmizlə, aradan da getmir və gedirsə də çox çətin gedir. Çox çətin gedir. Və Allahımız ayənin sonunda buyurur, siz az şükr edirsiniz. Yəni, niyə az şükr edirik, ya Rəbbəl aləmin? Cavab budur ki, görmürük. Görmürük. Əfsuslar olsun ki, Allahın bizə verdiyi nemətləri görmürük. Mən demirəm, insan daim aza belə deyək də, qane olmalıdır, nə mənada, ancaq belə deyək ki, var dövlət düşünməsin, düşünsün. Dinimiz də demir ki, insan var dövlətsiz olsun, yəni onun belə deyək də, imkanı olmasın. Din sevir imkanlı insanları, o imkanlı insanları ki, o malını, mülkünü Allah yolunda sərf edir. Düzgün məqsədə sərf edir. Əyyaş həyat tərzinə sərf etmir, üzr istəyirəm. Din sevir belə insanları ki, var dövlətlidir, xidmət edir. Və burada inşallah ki, yekunlaşdıracağım. Və qismət olarsa Allahın izni ilə də Adəm Peyğəmbər barəsində danışacaq gələn mövzuda qismət olarsa. Və sadəcə mən bunu qeyd etmək istəyirəm ki, insanın yaşayış tərzi və bunu çox qeyd etmişəm. İnsanın yaşayış tərzi çox böyük bir əhəmiyyətli mövzudur. Bəzilərinə deyirlər, üzr istəyirəm, deyir, yaşayışı yoxdur. Həqiqətən, qiyamətdə bəlli olacaq kimin yaşayışı var, kimin yaşayışı yoxdur. Nə bilim, bir ömür yaşayıb ki, ancaq qarnı üçün. Yəni, bu qədər adi bir şey üçün insan yaradılar. Demirəm, düşünməyək, qidamızı da düşünək, hər bir şeyi də düşünək. Amma ali hədəf bu deyil də. Bu deyil axı, bunun üçün yaradılmamısa, ey insan. Önəmli mövzudur, amma o qədər önəmli deyil. Daha mühüm var. Daha mühüm nədir? Bu yol. Getdiyim bu yol. Yaranmışam, niyə yaranmışam? Bax, buradan başlayaq da. Bax, sual. Yaranmışam, niyə yaranmışam? İnşallah ki, qismət olsun. Siz qeyd edin yorumlarda. Öz hədəflərinizi, məqsədlərinizi. İnşallah ki, çalışacağım, oxuyum. Mənim çox maraqlıdır. Bir insanın hədəfi nədir, məqsədi nədir? Kiçik məqsədlərimiz bizim ali hədəfimizə nə qədər təsir edir? Çox önəmli mövzudur və hər bir insan da bu mövzunu düşünməlidir. Belə deyək də, düşünməlidir və önəmli mövzudur. Bu qədər. Sağ olun, salamat qalın inşallah.